gerçəkliyə münasibət insanın nəyə və kimə inandığını göstərir. Və bugünkü həyatımızla, bugünkü sözlərə, parçaya inamımız arasında böyük bir təzad var, böyük bir uçurum var. Və Məsih nə üçün bu parçanı bizə danışır ki, sən bu sabit bildiyin dünyaya sabit dünya kimi baxmamalısın. Ümid gözə görünə bilməz, gözünə görsənən şeylərdən ümid düzəltməyə gözümüzsün. Ayıq ola bilərik, amma oyaq olmaya bilərik. Tarixin bir şəxsiyyəti var. Göylərə baxmaq, gözün yaranma səbəbinin izahı deməkdir. Dünyanın sonu son demək deyil, dünyanın sonu Məsihlə görüşdür. Bugün Adventin ikinci həftəsidir və keçən həftə biz söylədik ki, biz sadəcə Məsihin doğulmasını xatırlamırıq. Miladla və milad öncəsi biz eyni zamanda onun yenidən gələcəyini də xatırlayırıq. Çünki o vəd verib və əslində birinci gəlişin özü ikinci gəlişin zəmanətidir. Necə ki, insanlar birinci gəlişə inanmırdılar və gözləmirdilər və ikinci gəlişlə də eyni vəziyyət yaşayır bəşəriyyət və biz bugün də bu haqda danışacağıq və milad öncəsi və milad mövzusunda ümumiyyətlə miladdan başqa ikinci gəlişə də toxunmamaq məncə tam dolğunluq olmur biz toxunmayanda bu mövzuya və bugün də elə bir parçalardan birinə müraciət edəcəyik və xahiş edirəm ayağa qalxaq və Rəbbin kəlamını ayaq üstə dinləyək. Luka müjdəsi 21-ci fəsil 25-ci 36-cı ayələr. Günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və dalğaların gürültüsündən millətlər çaşqınlıq içində qalıb əzab çəkəcək. İnsanlar qorxudan və dünya üzərinə gələn fəlakətləri gözləməkdən huşunu itirəcək. Çünki səma cisimləri lərzəyə gələcək. O zaman onlar bəşər oğlunun bulud içində qüdrət və böyük izzətlə gəldiyini görəcək. Həmd olsun. Bu hadisələr yerinə yetməyə başladıqda başınızı qaldırın və yuxarı baxın. Çünki satın alınmanız yaxınlaşır. İsa onlara bir məsəl də çəkdi. Əncir ağacına və bütün ağaclara baxın. Onların yarpaqlandığını görəndə bilirsiniz ki, yay fəsli artıq yaxındır. Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Allahın padşahlığı yaxınlaşıb. Sizə doğrusunu deyirəm. Bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək. Yer və göy keçib gedəcək, amma mənim sözlərim əsla keçib getməyəcək. Özünüzə fikir verin. Özünüzə fikir verin. Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət günü bir tələk üzərinizə qəflətən gəlməsin. Çünki o gün yer üzündə yaşayanların hamısının üstünə gələcək. Ona görə də baş verəcək bütün bu fəlakətlərdən qaçıb, bəşər oğlunun önündə dura bilmək üçün hər an dua edərək ayıq olun. Bu, Rəbbin kəlamıdır. Amin. Xahiş edirəm, əyləşin. Bu parçanı eşitdikdən sonra necə hiss edirsiniz özünüzü? Biz necə hiss edirik özümüzü? Bir-iki dənə şərh verə bilərsiniz, zəhmət olmasın. Həyəcanlı, həyəcanlı. İxtiyar qardaşımız deyir, həyəcanlı. Sonra ümidvarıq, həmd olsun. Sonra
Özümüzə güvən nə olur? Özümüzü yoxlamalıyıq. Bəli, bəli. Və Məsih dövrün sonu haqqında danışır. Və sanki səthi baxdıqda, sanki bir qorxutmaq elə bil səyi var. Siz hiss edirsiniz bunu, yoxsa yox? Məsih bunu nə üçün danışırdı şagirdlərinə və indi də biz eşidirik 2000 il sonra bu sözləri. Sanki bir qorxutmaq üçün edir bunu. Bunun üçün edir Məsih? Yox. Təbii ki, qorxutmaq üçün o danışmır bunlardan. Dünyaya Məsih ona görə şagirdlərinə bunu danışır və biz də bugün bu parçanı oxuyaraq, dinləyərək belə bir görün bizdə olmalıdır, belə bir ayar bizdə olmalıdır ki, dünyaya, gerçəkliyə başqa cür baxaq. Məsih şagirdlərinə ona görə bunu danışırdı ki, şagirdlər bu dünyaya, bu gerçəkliyə, ətrafında olan gerçəkliyə başqa cür baxsınlar. Çünki onların baxışı yəqin ki, onun istədiyi bir şəkildə deyildi. Və o istəyirdi ki, şagirdləri bu dünyaya başqa cür baxsınlar. Və bugün də biz oxuyuruqsa, və biz anlamalıyıq ki, Rəbb istəyir ki, biz bu dünyaya, bu gerçəkliyə tamamilə başqa bir baxışlarla baxaq. Çünki gerçəkliyə münasibət insanın nəyə və kimə inandığını göstərir. Baxın, sizin bu real dünyada olan vəziyyətə münasibətiniz kimə və nəyə inandığınızı göstərir. 25-ci, 26-cı ayələrin bizə verdiyi mesaj odur ki, bu dünya sabit dünya deyil. Hər şey bizə sabit görünə bilər. Və Məsih nə üçün bu parçanı bizə danışır ki, sən bu sabit bildiyin dünyaya sabit dünya kimi baxmamalısan. Günəşin doğmasına, batmasına, iqlimlərin dəyişilməsinə biz sabit, bir konstanta kimi baxırıq və deyirik ki, bunlar heç zaman, heç vaxt dəyişilməyəcək. Məsih isə deyir ki, belə düşünmə. Belə düşünmə. Bu dünya sabit bir dünya deyil və bu dünya lərzəyə gələcək. İsa deyir, günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək. Günəşdə, ulduzlarda və ayda əlamətlər görünəcək. Bundan sonra deyir, millətlər çaşqınlıq içində olacaq. Baxın, bütün bunlar bizim üçün sabitdir, günəşdir, aydır, ulduzlardır, sabitdir, dəyişilməzdir. Və Məsih deyir ki, sən bu sabitə sabit kimi baxmalı deyilsən. Mən bu sözləri ona görə sənə söyləyirəm. Və millətlər çaşqınlıq içində olacaq. Və insanlar, elə bir dövr gələcək ki, insanlar o dərəcədə qorxu, təşviş, dəhşətli bir qorxu içində olacaqlar ki, bu qorxudan onların huşlarını itirəcəklər. İnanırsan sən bunlara? İnanıram mən bunlara. İnanırıq biz bunlara. İnanır dünya buna. Məsihin özünə inanaraq, sözünə inanmamaq mümkünsüz bir şey. Və bugünkü həyatımızla, bugünkü sözlərə, parçaya inamımız arasında böyük bir təzad var, böyük bir uçurum var. Və Məsih bizim bu gerçəkliyə münasibətimizin dəyişilməsini istəyir. Xaos. Dünyada xaos olacaq. Nizam bildiyimiz hər şeyin bir-birinin ardınca yazdan sonra yay gəlir, yaydan sonra payız, payızdan sonra qış, gecədən sonra gündüz və biz bu şeyləri nizam bilirik. Bu nizam bildiyimiz qaydalara xaos gələcək.
insanlığın alışdığı nizam pozulacaq. İsa deyir, dünya bu vəziyyətə düşəcək. Digər sözlərlə, Məsih nə üçün bunları söyləyir şagirdlərinə? Və şagirdləri vasitəsilə bu müjdəni dünyaya bəyan edir. Əslində, bu dəhşətli bir parça olsa da, bu bir müjdədir. Müjdədə dəhşətli parçanı anlamayan üçün xoş parça yoxdur. Və biz bu dəhşətli parçanın, dəhşətli səhifənin nə üçün yazıldığını anlamalıyıq. Digər sözlərlə Məsih çatdırır ki, o dünyaya söykənən və arxalanan hər şey, dünyaya söykənən və arxalanan hər şey, dünyaya söykənən və arxalanan hər şey və hər kəs nə olacaq? Məhv olacaq. Sarsılacaq. Allahsız əkən insanlıq, Allahsız əkən insanlıq təşviş və qorxudan başqa heç nə biçməyəcək. Bu xaosun içində, bu həyəcanın, bu dəhşətli bir təsvirin içində Məsih 27-ci ayədə özünü qoyur. Özünü gətirir, qoyur. Deyir, o zaman 27-ci ayə, o zaman onlar bəşər oğlunun bulud içində qüdrət və böyük izzətlə gəldiyini görəcək. O, buludlar içində gələcək və izzətlə gələcək. Bu təşviş və qorxunun vurnuxan bəşəriyyət, vurnuxan zaman o izzət içində buludlarla gələcək. Və sən demə bu dövrün sonu onun sözünə görə və onun özünə görə, onun gəlişinə görə baş verir. Ki, insanlara deyilən bir mesajın nöqtəsi qoyulsun. İnsana verilən xəbərdarlıqların, peyğəmbərliklərin son nöqtəsi vurulsun. Və təsdiqi olsun. Budur əsas məqam. O, buludlar içində böyük bir təntənə, möhtəşəm bir izzət içində gələcək. Kainatın mərkəzində dayanan biz insanlar deyilik. Kainatın mərkəzində dayanan bəşəriyyətin, sivilizasiyanın yaratdıqları heykəllər, abidələr, gözəlliklər, möhtəşəmliklər deyil. Kainatın mərkəzində bu parçada biz görürük ki, buludlar içində izzətlə, qüdrətlə gələn Məsihdir. Çünki o gələndə hər şey lərzəyə gələcək. O gələndə ay, ulduzlar, günəş lərzəyə gələcək. Və Məsih bunu danışdıqda bizə xoş bir xəbər getirir ki, son gerçəklik qorxu deyil, son gerçəklik Məsihin gəlişidir. Və miladı biz qeyd edirik ki, ya Rəbb, sən gəldin, indi ikinci gəlişini gözləyirik. Bu tarixin bizə öyrətdiyi ilahiyyatdır. Bəşər tarixinə baxsaq, bütün müharibələr, bütün qırğınlar, bütün sarsıntılar, bütün xəstəliklər, bütün tarixdə baş verənlər, o cümlədən Məsihin doğulması, yer üzünə gəlməsi, tarix bizə bir ilahiyyat öyrədir. Tarixin özündə ilahiyyat var. Əgər siz ilahiyyatı öyrənirsinizsə, orada hökmən tarixi də öyrənirsiniz. Çünki ilahiyyat tarix vasitəsilə də təsdiqlənir. Bu tarixin ilahiyyatı bizə nə öyrədir? Tarixin bir şəxsiyyəti var. Tarixin bir şəxsiyyəti var, iki şəxsiyyəti yoxdur. Tarixin bir qəhrəmanı var, bir şəxsiyyəti var. Tarixin bir mərkəzi var, iki mərkəzi yoxdur. O şəxsiyyət İsa Məsihdir. İncil dünyanın sonunun hər şeyin dağılması kimi göstərmir. Dünyanın sonu haqqında biz oxuyanda, İncil bizə göstərir ki, dünyanın sonu son demək deyil, dünyanın sonu Məsihlə görüşdür, Yaradanla görüşdür.
Budur dünyanın sonu bizim üçün, insanlıq üçün. 29-cu, 31-ci ayələr bizə digər bir mesaj verir. Aydan, ulduzdan, günəşin lərzəyə gəlməsindən, dünyanın dəhşətli bir təsvirini verən və bu dəhşətin içində izzətlə gələn Məsih birdən-birə bizə ağaclardan danışmağa başlayır. Nəyə görə? Məqsəd var. O deyir, yarpaqların açılmasını gördükdə, ağaclara baxdıqda, o tumurcuqlanmasını, sonra yarpaqların açılmasını gördükdə, siz bilirsiniz ki, yay yaxınlaşır. Siz bunu bilirsiniz. Ağaclara baxanda bilirsiniz. Məsih tarixi söyləmir, dəqiq tarixi söyləmir. Demir ki, bu əsrdə, bu rübdə, bu 10 illikdə, bu ildə. Yox. Məsih bunu söyləyəndə şagirdlərinə, baxın 2000 il bundan öncə söyləyir. Məsih tarixi söyləmir. Məsih sadəcə bir mesaj verir ki, onun şagirdləri ruhani baxımdan həssas olsunlar. Və şagirdlərə o qədər bu hopmuşdu ki, biz bilirik ki, ilkin kilsədə, hətta elə bir birinci əsrdə məsihçilər var idi ki, onlar Məsihin ikinci gəlişini gözləyirlər. Belə bir tez zamanda gözləyirlər. Məsih bu misalı çəkir ki, bu ağac məsəlini də çəkir ki, bizi həssaslığa çağırsın. Yəni, baxın, dünyada baş verənlərə baxın və bu ağacın tumurcuqlanması kimidir. Və bilin ki, bugün o son gün dünənkindən sizə daha yaxındır. Bugün dünənkindən daha yaxındır. Və bugün sən dünənkindən daha çox gözləməlisən onun ikinci gəlişini. Varmı bizdə bu həssaslıq? Varmı səndə bu həssaslıq? Varmı məndə bu həssaslıq? Gözləyirikmi biz o tumurcuqlanan ağaclara, mədəniyyətə baxdıqda, hansı insanların reklam olunduğuna baxdıqda, biz 50 il bundan qabaq tamamilə başqa bir vəziyyət idi. Əslində biz bu tumurcuqlanmanı görməliyik. Varmı bu bizdə? Və hazır oluruqmu? Qorxu insanı kör edir. Məsih bu parça vasitəsilə qorxu vermir. Ümid verir. Ümid verir şagirdlər. Və bu ümid nədir? Ümid gözə görünə bilməz, qardaşlar və bacılar. Ümid gözə görünə bilməz. Gözünə görsənən şeylərdən ümid düzəltməyə gözümüzsün. Əslində gözümüzə görünənlərdən toxuna bildiyimiz nələrsə var. Əgər biz bundan ümid düzəldiriksə özümüzsün, mən adını çəkmərəm, biz başqa bir şey düzəldirik özümüzsün. Ümid gözə görünə bilməz. Və Məsih bizə ümid verir. Gözə görünməz bir ümid verir sənə və mənə. Əl ilə toxuna bilməyəcəyimiz, formasını bilmədiyimiz bir ümid verir. Bu ümid gözə görünməyən, amma həqiqi gerçəkliyi görür bu ümid. Bu parçaya baxsaq, bu ümid vasitəsilə Rəbb bizə həqiqi gerçəkliyi göstərir. Və deyir, sizin gördükləriniz həqiqi gerçəklik deyil. Həqiqi gerçəklik mənim verdiyim ümiddədir, hansını ki siz görmürsünüz. Və mən bu ümidi sizə verirəm ki, siz gözə görünməyən gerçəkliyi görəsiniz. 33-cü ayədə deyir, yer və göy keçib gedəcək, amma Məsihin sözləri əbədi qalacaq. Burada Məsihin sözü haqqında yazılır. Çox təsirli sözlərdir. Çox təsirli sözlər. İsa öz sözlərini
biraz mübaliğəli səslənsə də, amma parçamıza əsasən çox açıq bir şəkildə deyir. İsa öz sözlərini kosmosdan üstün tutur. İsa öz sözlərini aydan, ulduzdan üstün tutur. Sən necə tutursan bu sözləri? Sən necə tutursan bugün bu sözləri? Məsih özü öz sözünə dəyər verir. Biz necə dəyər veririk? Məsih sanki deyir, mənim sözlərim gördüyünüz hər şeyin axırına çıxacaq. Məsihin sözləri bizim gördüyümüz hər şeyin axırına çıxacaq. Çünki son, Məsih deyir, çünki son mənim sözümə görə gələcək. Gördüyünüz hər şeyin sonu mənim sözümə görə gələcək və mənim sözüm əbədidir. Əbədi olaraq da qalacaq. Dünyanın dəyərləri dəyişir. Dövranlar gəlir, dövranlar gedir. Mən bəzən həyatımın 30 il, 40 il bundan əvvəlki həyatımı yada salanda, bilməm, Sovet dönəmində yaşayanlar belə hiss edir, yoxsa yox? Bilmirəm, Sovet dönəmində yaşayanlar belə hiss edir, yoxsa yox? Mənə bəzən elə gəlir ki, bir nağıl olub keçib. Bu mənim həyatım olmuyor. Ne üçün? Çünki dövranlar dəyişilir, sistemlər dəyişilir. Kapitalizm getdi, sosializm gəldi. Sosializm getdi, kapitalizm gəldi. Dövranlar gəlir və gedir. Məsihin sözü isə qalır və köhnəlmir. Məsihin sözü isə qalır və köhnəlmir. Sənin üçün nədir? Mənim üçün nədir Məsihin sözü? Dövrləri dəyişən sözdür bu. Sistemləri dəyişən sözdür. Məsih deyir, hər şeyin axırına çıxacaq bu söz. Hər kəsin axırına çıxacaq bu söz. İnsanların imanı, mən söhbət edəndə, mən baxanda, yaxınlarıma, qonşularıma, mən görürəm ki, insanlar əslində həyatlarını şəraitə bağlayırlar. Və biz məsihçilər də onlara bənzəyib, biz həyatımızı şəraitə bağlayırıq. Çünki dünya belə edir. Həyatımızı şəraitə bağlayırıq. Və Məsih deyir, şərait bir gün yox olacaq. Şərait dağılanda, əgər imanın şəraitə bağlıdırsa, şərait yoxa çıxanda, sənin imanın da yoxa çıxır. İnsanlar var ki, azlıq təşkil edir. İnsanlar var ki, Məsihin sözünə arxalanır. Şəraitə deyil, Məsihin sözünə arxalanır. Bu iman isə sarsılmazdır. Nə üçün? Çünki söz sarsılmazdır. Sarsılana arxalanarsansa, sarsılacaqsın. Sarsılmayana arxalanacaqsınsa, əbədi olaraq sarsılmayacaqsın. 34-cü, 35-ci ayələrdə Məsihin çox güclü bir mesajı var. Qardaşlar və bacılar, bizə güclü bir mesajı var. Məsih deyir, özünüzə fikir verin. Gəlin özümüzə fikir verin. Həyatımıza fikir verin. Arzularımıza, istəklərimizə fikir verin. Günümüzü necə keçiririk, ona fikir verin. Günümüzün böyük bir hissəsini hansı işlərlə məşğuluq, hansı arzularla, hansı xülyalardayıq, onlara fikir verin.
Deyir, qoy ürəkləriniz eyş, işrət və sarxoşluqla bu həyatın qayğıları ilə yüklənməsin. Biz hiss etmirik. Amma bu ürək yüklənir. Bu ürək yüklənir. Maraqlıdır. Biz bu kitabı yazsaydıq əgər, bu cümləni yazsaydıq, biz sərxoşluqla qayğıları bir yerə qoymazdıq. Çünki bizim şuurumuzda qayğı çəkən, narahat olan, ora-bura qaçan insan necə insandır? Necə insandır? Ağıllı insan, yaxşı insan, qayğıkeş insan, ailəsinin qayğısını çəkir, həyat yoldaşının qayğısını çəkir, valideynlərinin qayğısını çəkir və s. və ilə axır. Məsih sərxoşluqla qayğını eyni tərəziyə qoyur. Niyə? Niyə? Niyə belə edir Məsih? Çünki hər ikisi bizim ürəyimizi ağırlaşdırır. Evlad qayğısı. Nə edəcək? Necə böyüyəcək? Harda oxuyacaq? Necə oxuyacaq? Valideyn qayğısı. Və s. və ilə axır. Qayğı, 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 qayğı və ürək yüklənir. Ürək bu şeylərlə yüklənməməlidir. Çox yaxşı məsihçilər bu yüklə yüklənir. Çox yaxşı məsihçilər. Çox yaxşı məsihçilər bu yüklə yüklənib. Qayğılar yüküyle. Sərxoşu dərhal görürlər. Ha, işdi. Sabah da işdi. Birisi gün də işdi. Amma o qayğı çəkəni heç kim görmür. Deyir, bax necə yaxşı atadır. Bax necə yaxşı ərdir. Bax necə yaxşı pastordur. Bax necə yaxşı diakondur. Amma yüklüdür. Özünüzə fikir verin. Qoy ürəkləriniz bu həyatın qayğıları ilə yüklənməsin. Biz ayıq ola bilərik, içməyə bilərik, heç içkiyə toxunmaya bilərik, ayıq ola bilərik, amma oyaq olmaya bilərik. Ayıq olmaq, sərxoş olmamaq və oyaq olmaq başqa-başqa şeylər. Bu dövrümüzün xəstəliyidir əslində qayğı çəkmək. Bu dövrümüzün xəstəliyidir. Orta məktəblərin qarşısında dayanın və sonra öz məktəbə gedib gəlməyinizi xatırlayın. Sizi valideynləriniz əlinizdənmi tutub aparırdı? Sizi avtomobilləmi aparıb getirirdiler? Və indi hansı valideyn bunu edirsə, nə gözəl valideyn. Valideynin gününün 3 saatı, 4 saatı gedir və yaxud da ki, büdcəsinin 15, 10%, 20% gedir və deyirlər, yaxşıdır. Bu dövrümüzün xəstəliyidir. Hər sahədən xəbərdar olmaq istəyirik. Baxın, kimi dindirirsən indi, sosial şəbəkələrdən o qədər reelslərə baxıb ki, qaynaqçı sənə tibb elmindən dərs verməyə başlayır. Və yaxud da ki, mühəndis sənə dülgərlikdən başlayır öyrətməyə. Biz istəyirik, hər sahədən başımız çıxsın. Hər sahədən xəbərdar, hər sahənin mütəxəssisi, hər sahəyə can atırıq. Məsih bizə deyir, siz təhlükəni uzaqda görürsünüz. Təhlükəni uzaqda görürsünüz və istəyirsiniz ki, hazır olasınız. Həyatın hər bir hücumunda, hər bir çətinliyində siz mütəxəssis olasınız, hazır olasınız. Bu parça vasitəsilə Məsih bizə deyir, təhlükə heç gözləmədiyiniz bir yerdədir. Təhlükə heç gözləmədiyiniz bir yerdədir. Təhlükə ürəyinizdədir. Ürəyimizdədir təhlükə. 28-ci ayədə Məsihin çağırışı var.
Nədir bu çağırış? Qardaşlar və bacılar. Nədir bu çağırış? Nədir bu çağırış? Şparq qalqa burada. Başınızı yuxarı qaldır. O qədər başımızı aşağı dikmişik ki. İndi də başımızı aşağı dikən bir vasitə də verilib bizə. Başımızı heç yuxarı qaldırmırıq. Necə də aktualdır bugün üçün. 100 il bundan qabaq belə aktual deyil. Başınızı qaldırın. Başınızı yuxarı qaldırın, qardaşlar və bacılar. Başımızı yuxarı qaldıraq. Başınızı qaldırın və yuxarı baxın. Çünki satın alınmanız yaxınlaşır. Amin demək üçün çox yaxşı yer. Başınızı qaldırın və yuxarı baxın. Çünki satın alınmanız yaxınlaşır. Amin demək üçün yaxşı yer. Başınızı qaldırın və yuxarı baxın. Çünki satın alınmanız yaxınlaşır. İnanırıq biz buna. İnanırıq biz buna. İnanırsan sən. İnanan kimi yaşayırıq. İnanan kimi düşünürük. Rəbb bu gün sənə sevgi ilə deyir. Başınızı qaldırın və yuxarı baxın. Çünki satın alınmanız yaxınlaşır. Yerə baxanda, yerə bağlananda siz bunu görməyəcəksiniz. Məsihin sözü. Yerə bağlananda, yerə baxanda siz bunu görməyəcəksiniz. Və Məsih, əgər bu səhnəni gözümüzün önünə gətirsək ki, gün öz işığını itirir, ay öz işığını itirir, ulduzlar vurnuxur, insanlar təşviş içindədir, həyəcan içindədir, qorxudan insanlar huşunu itirir və bu təşvişin içində, bu mənzərənin içində Məsih demir ki, əlamətlərə baxın, sizi qorxudan şeylərə baxın. Məsih deyir, mənə baxın. Bu mənzərənin içində mənə baxın. Çünki məndən kənara baxsaz qorxacaqsınız. Mənə baxsaz ümid əldə edəcəksiniz. Başımızı qaldırmaq, problemlərə baxmamaq deməkdir. Başımızı qaldırmaq, təşviş içində yaşamamaq deməkdir. Bir çoxlarımız problemlərin içində yaşayırıq. Bir çoxlarımız təşvişin içində yaşayırıq. Sağlamlığımızla, dünyanın vəziyyəti ilə, iqtisadiyyatla, devalvasiya ilə, inflyasiya ilə bu şeylərin içindəyik. Və Məsih deyir, başını qaldır. Problemlərə baxma, mənə bax. Əlamətlərə baxma, mənə bax. Başını qaldır, təşviş içində yaşama. Göylərə baxmaq, gözün yaranma səbəbinin izahı deməkdir. Göylərə baxmaq, gözün yaranma səbəbinin izahı deməkdir. Göz Allahın yer üzünə görünən şəkildə gələn Məsihi axtarıb seyr etmək üçün verilib. Başınızı qaldırın deyən Rəbb bizi qorxutmur. Əslində, qorxu içində olan dünyadan bizi ayırır. Və deyir, mənə bax. Onlar yerə baxdıqları üçün qorxu içindədirlər. Başınızı qaldırın deyən Rəbb bizi bərpa edir. Biz bu baxışla, Məsihə baxmaqla tarixin mənasını anlamağa başlayırıq. Biz anlayırıq ki, nə üçün tarix yaranıb ümumiyyətlə. Biz Məsihə baxmaqla sonu anlayırıq, sonu görüb anlayırıq. Biz qeyri-müəyyənliyə deyil, biz şəxsiyyətə, Məsihə doğru gedirik. Məsihin son dövr haqqında sözləri ardıcıllarına dəvətdir.
Bu son dövr haqqında oxuduğumuz parça, qardaşlar və bacılar, bizim üçün dəvətdir. O bizi bu ümidə doğru dəvət edir. O bizi bu ümidə bağlanmağa çağırır. Əgər ürəklərimiz yüklənibsə, əgər ürəklərimiz eyş-işrətlə, siz deyə bilərsiniz ki, eyş-işrət içində yaşayan məsihçilər olar. 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 Eyş-işrət içində yaşayan pastırlar varsa, eyş-işrət içində yaşayan məsihçilər də var təbii. Əgər ürəkləriniz yüklənibsə, eyş-işrətlə yüklənibsə, əgər ürəkləriniz sərxoşluqla yüklənibsə, əgər ürəkləriniz qayğılarla yüklənibsə və siz bundan yorğunsunuzsa, təşviş içindəsinizsə, Məsih bizə deyir, evladım, oğlum, qızım, başını qaldır və yuxarı bax. Çünki satın alanın yaxındır. O, bugün sənə dünənkindən daha da yaxındır. Odur ki, başını qaldır və göylərə bax. Satın alanın yaxındır. Satın alanın yaxındır. Satın alanın yaxındır. Ona indidən və əbədiyyən, indidən və əbədiyyən, indidən və əbədiyyən şan, şərəf və izzət olsun.